Başlayaq. Başlamışıq. Opa. Bugünkü qonağımız. Oğlanların oğlanı. Hayır, niye bilmez ki? Zayıfalı yerler. Cəmiyyətdə səni narahat edən ən böyük problem nədir? Çok var burada. Ən böyük. Biri mütləq ki, ən çox səni narahat edir. Eşşeylik. Ya bu çox genel bir şeydir bura. Bilirəm Murat, məsələn, Zoopark hər bir şeydə ola bilər də. O baxırsan, adi ən elementar sıra mədəniyyətindən götürə bilərik. Hə. Bu hər yerdə problemdir. Tək yəni общественный şeylərdə, yerlərdə yoxdur, metro falan belə yerdə yox. Yəni, ofisin özündə belə problemdir. Özünü öldürür 20-30 nəfəri. Mənə deyirsən. Adam danışır. Mən son tərəfə çönmək istəmirəm. Bütün ciddiyyət öləcək də. Okey. Olar mı biraz daha şaxələndirəsən? Məsələn, bunu həll yolunu nə təklif edə bilərsən? Bilmirəm. Nə oldu? Bilsəydim eləyərdim ya. Çəkinəcəyim bir şey yoxdur. Heç nə. Birinci podkastımızda bu qədər. Bura qədər idi. Mən bir də həll yolu deyə bilərəm qardaşım. Empatiya. Yox. Yox. Allah yox. Şadlıq sarayı adına oxşuyur, amma məncə empatiya lazımdır. Ya. Gül salonda olar. Empatiya həll yolu. Empatiyadır, bura. Yo, mən bəzən... Çünki, çox üzr istəyirəm, sıra mədəniyyətinin olmamasının səbəbi özü istənilən mövzuda və istənilən situasiyada hər kəsdən o adamların olduğu situasiyadan asılı olmayaraq da, hansı çətinlikdə, hansı haqda, kimi sıra mədəniyyəti əslində haqdır da, olmasına asılı olmayaraq özü hər kəsdən üstün görmək, egoistlik və mən qabağı düşüm məsələsidir. Məncə yox, Murat, məncə elə deyil. Mən ümumiyyətlə empatiya bir şeyin çözümü deyil mənim üçün. Çox nədir sözüm? Çünki sən necə empatiya o halda bir çözüm ola bilər ki, qarşı tərəfdə okey, intellekt şeyi baxımından demirəm, amma ən azından davranış baxımından sənin bərabər olsa, onda o məsələn bir kasak olsa, onda deyə bilərsən, hə, empatiya, sən də onun yerinə qoyursun. Amma yəni qarşı tərəf eşşəkdirsə, tək variant qalır, onda bilirsən. Bildim, empatiya empatiyalı bir durum duyğusu yoxdur deyə elə davranır da. Olsa bəlkə başqa cür olacaq. Yox. Empatiya, okey, yüksək zəka tələb edən bir şeydir. Məncə burada arayacağım. Məncə yanlış anlaşılma oldu. Sənin dediyin empatiyanı Rüstəm eşşəklik eləyən adama qarşı göstərilən empatiyadan anladı deyəsən. Yəni başa düşmədim. Eşşəklik eləyən bir sən nəyə görə? Bilmə, başa düşdüm. Tutaq ki, atıram da, filan kəs eşşəklik edir. Nəyə görə eşşəklik edir? Empatiya qurursan ki, görə sən nəyə görə eşşəklik? Yox. Elə başa düşmüsənsə, o da yox. Eşşəklik eləyən adam... Belə anladım mən, çünki verdiyi reaksiyadan. Bilmirəm, bəlkə də yanlış anladım. Eşşəklik eləyən adam, məsələn, hamının sırasına girən, nə bilməyək, atıram da, yolda da ola bilər də bu. Girən adam qabağındakının bir haqqı olduğunu və orada mənə edilsə, mənə də ləzzət eləməzi, düşünməsi lazım olduğu üçün empatiya lazımdır. Onu başa düşdüm. Demək istədim o deyil. Demək istədim odur ki, onu sağ ol. Onu yığışdır, sıfırla. O insan onu başa düşsə belə yenə davam edəcək eləməyə. Çünki sən onun orada sərt bir tədbir görmürsən. Orada sərt bir tədbir görmək lazım ki, o insan sıfırlansın. Başa düşdün, bir də onu eləməsin. Okey, bir də onu eləməsin deyil də. Bir adamın bir şey uca eləyirsə, o artıq onda bir vərdişə və yaxud da oturuşmuş bir qərara çevrilir. Yəni ki, mən qərar vermişəm ki, heç bir sıra gözləməyəcəm. O insanın necə empatiyası ola bilər? Necə eləmək olar ki, onun empatiyası olsun? Məsəl üçün. Onu bilmirəm. O da mənim dediyimə gəlir çıxır da. Mən sən deyirəm, o belə-belə gəlsən, mən bir başa bunu deyirəm də, sən niyə əziyyət çəkirsən? Bayaq bir şey dedin. Hə, onu deyirəm ki, sənə qarşı olunan ən axırıncı dəfə eşşəklik və sən ona qarşı gördüyün bir tədbir və yaxud da verdiyin bir reaksiya. Necə olub? Verdiyim bir reaksiya, basanlı şey olub. Aqressiyanın məndə sonuçlarım, nə oldu bilirsən? Nəsə olanda, mən tez spilç aldım, tez coşan, tez əsəbləşən neysə. Yəqin ki, əsəbləşmişəm. Prosta məsələn, istədiyim biri olsa, yəni xətrini istədiyim biri isə çox riskli qayıtmaya bilirəm də. Yəni keçirəm qıraqda özüm, mən musiqiyə çəkirəm, əsəbləşirəm, divara vururam və yaxud neysə də. Trubaya təpik vurur məsələn. Hə, trubaya təpik vururam. 9-1 qoyandan sonra trubaya təpik vururam. Demək, axırıncı dəfə başqa bir agentliyin çalışanları ilə futbol oynayırıq. Yəqin ki, baxsalar görsə biləcəklər. Burada çox pis uzuruq da, başa düşdün, çox pis uzuruq. Qaqaşlar yəni hər pozada qol vururlar. Qaqaş, hə, bir dənə orada qaqaş. Asist edir, qol vurur, asist edir, qol vurur. Nəsə şot 9-1-dir. Nəsə 9-1 deyil, 9-0-dır. 9-0-dır, okey. O bir qolda mən bu sol ayaqla vurdum. Nəsə oldu, vuranmadıq falan filan, əsəbləşdi.
Ya da bu bilməm nəsə elə, bilmirəm də bura nəsə baş verdi, amma yəni bura faciəvi nəsə deyil də. Günün sonunda oyundur da, başa düşdün. Stadionun turbası var da qıraqda. Bura bax 5 metr məsafə var aramda, görürəm də. Bir dənə təpiyi qoydu turbaya. Sən ayaq deyil, ayaq barmaqları belə turbanı qucaqlar. Oy bula. Turbada indiyə qədər göbələk qalıb deyil. Yoxdur da belə bir şey. Ondan sonra tutdu ayağını getdi uzandı. Və o söhbətin üstündən bir 4 ay keçib. 4 ay keçib. Hələ də ağrıyır. Hələ də ağrıyır. Hələ də futbol oynayamır. Bunu nəyə görə danışdın? Turbanın vəziyyəti qənaətbəxşdir. Qənaətbəxş nədir olar? Turba imtahanları Sən Açstabda olur qənaət. Turba imtahandan 3 alıb. Yaxşı keçib yəni. Turbası kəsilib. Xəstənin vəziyyəti stabildir. Stabil, qan fışqırıb. Elə bir dənə şey var idi. Yox, elə də. Bilmən də bilsəydim gülərdim. Brat, ona şeydə baxarsan, podcast yayınlarında baxarsan, Elvin bilir, yəqin ki altdan verəcək həmin səhnə ya da Məncə heç verməyəcək. Olmadı Elvin liçkadan göndərərsən mənə, baxaram. ya Kanal daxilsən hazırlayır. Onda kəs. buna da plaz verirdi, yəni Allah. Zay verirdi bizə. Zay belə çox pis davran, nə bilirəm. Biz sən necə? Yəni belə Ürək istəyir ki, montaj edir. Hə, Nə istəyir, onu soxur. Yəni sən deyir ki, tutaq ki, burada bu kadrı verirəm əlinə. Biraz haqlıdır elə bir ya. Hə. Az olsa biraz elə. Yüngül. Məsələ bir şey nə deyil? Nə oldu? Getdin, vurdun və 4 ayda əziyyətini çəkirsən də. Yəni deməyim odur ki, olunan eşşəkliyə qarşı verilən reaksiya da məncə aqressiv olmamalıdır. bizdə dəqiqə Söhbəti hara bağladım sən? Yox, bura o söhbət əslində biraz mən idim eşşəkliyəm, baş bilmirəm. Deyirsən verilən eşşəkliyə qarşı ayaq sındırmaq. Yox, brat, o deyil. Hə, ümumən Ümumiyyətlə aqressiya. Amma orada bir aqressiv şey var idi də, bir yəni. şey oldu. Mən heç vaxt hansı heyvanla məni neynisən ilə eşşək. Yox. Brat, məsələ şey deyil. Orada Psixotik. aqressiv reaksiya var idi ha. Deyəm də. Bir gülməyə gəlmişik bura. Aqressiv reaksiya var idi ha. Aqressiv reaksiya. Yes. Və olunan eşşəkliyə də verəcəyi bu Eyni aqressiv reaksiyadır, reaksiya var. hə, bəli. Yəni orada artıq tamam fərqli ola bilər. Bəlkə daha artıq nəsə ola bilər. Qarşı tərəf burada indi cəhənnəm özünə ziyan, cəhənnəmdə deyirəm. Özünə ziyan verdi. Amma okey də bura başqasına ol, ziyan. Bura elə də bura başqasına ziyan verib oxa düşməkdənsə özünə ziyan vermək daha okeydir də. Yəni onu deyirəm ki, lazım deyil bura. Ümumiyyətlə şiddət heç bir zaman çözüm yolu deyil. 100% bro. Evet. Mən demirəm. Mən həmişə şiddətə qarşı olmuşam. Kimisə çənəsindən qoymusan sözünü belə deyib, sonra barmaq belə olur, deyən adam da bu. Şiddətə qarşısan. Tamam da yəni. Allah üzümüzə baxıb bu qarşı şiddətə olmadığım qarşısan. anlamına gəlmir ki, bura. Yox, məndən asılı olan bir şey deyil axı bura. Məndə o məsəl üçün nəsə əsəbləşirəm, onun axır periodu şey olur. Yəni nəticə olaraq 3-4 dəqiqə ərzində kontrol itirirəm. Yəni nə edirəm bilmirəm məsəl üçün. Ona görə sən demiş xəsarət olsa da özümə olsun ki, başa düşdüyün heç kimə bir şey olmasın, problemi olmasın ona görə. Kontrol demişkən, səncə gəlmiş keçmiş ən yaxşı futbolçu kimdə, hansı ki topu kontrol edə bilər? Bilin, cavabı bilirsən də, niyə soruşursan? Yox, bilmirəm. Zaur Tağızadə. Mən bilirəm. O vaxt danışmışdıq. Respekt. Zaur əcdad oyuncağı, bu başqa söhbət amma Səncə kimdir? Maradona. Maradona. Yəni səncə yan bayan qoymaram da heç kimdən. Yəni bu başqa bir şeydir. Ha baxdığım oyunçulardan ən yaxşısı hansı deyirsənsə, canlı baxdığım Ronaldinho. Canlı baxmısan? Yəni mənim o perioduma çatıbdı. Okey, Belə bəs- yox, Tofiq Bəhramov da oynamayıb amma Yox, zarafatçı. Amma belə məsəl üçün atıram, həyatımın hansısa bir dövründə canlı baxdığın ən yaxşı oyunçu. Ya da məsələn stadionda, televiziyada yox. gördüyüm ən qəşəng gol şey olub, canlı gördüyüm. Eriksen idi deyəsən, Qarabağ ştrafdan vurmuşdu. 70-ci dəqiqədə play-off oyunlarında Evroliqada. Ən qəşəng oyunçu gol o olub, amma belə ən məşhur, ən populyar oyunçu deyirsənsə yox. Sənin. De görüm, deyəcək. Yəqin ki, Maldini. Tarixdə sənə görə ən yaxşı oyunçu. Okey. Şey camına oxşadı, Kotlet çörə. Amma aktiv olaraq oynayanlardan şey eləsə, yəni Ronaldo. Ronaldo. Məncə bitirməlidir karyerasını. Yəni biz sən necə şey deyilik, futbol biraz məsəl üçün atıram da qaçış, üzgüçülük və ya tək özünün məsuliyyətində olan bir idman növü deyil deyə. Sənin hər artan yaşın, sənin ümumiyyətlə hər şeyində, məsələn 11 nəfərdə və orada elə bir sistem olmalıdır ki, birinin məsəl üçün də dünən evdə qardaşı ilə dalaşıbsa, atıram da ya da kimlənsə yolda dalaşıbsa, həmin gün oyuna təsir edə bilər. Və belə bir şeydə artıq performans
düşüklüyü var da. Və bu adam davamlı olaraq komanda olan bir oyunda özünü, yəni mən 40 yaşına kimi oynayıram və 1000 qolda vuracağıma köklüyüb. Yəni sən məsələn Usain Bolt olsan, deyərsən ki, mən atamı 45 yaşına kimi qaçaram. Bir də adamın hal-hazırda oynadığı liqaya bax. Amma adam millidən oynayır da, yəni. Tamam, başa düşdüm. Məsələ orasındadır da. Yəni sən bir yerə kimi gəlirsən, tutaq ki, deyək ki, dizaynersən, hə? Yəni bir yerə kimi məqsəd nə olur? O olur ki, şey olasan da, tipa karyeranda yüksələsən falan filan, daha yaxşı dizaynlar ortaya qoyasan. Bir yerdən sonra nə olur? Pul qazanasan. Düzdür? O da elə bir şeydir. Adam yəni zaten sözünü demiş, vaxtı ikən Reala 5 dənə TL qazandırmış, nə bilim Manchesterda hoqqa vermiş, Juventusda belə hoqqa vermiş adamdan, hansı ki çox az oynamış. Ümumiyyətlə Ronaldo şey olmuş da, burada karyerası müzakirə olunacaq oyunçulardan deyil. Təbii ki, bu da soxma bayağı. Amma bitirməlidir də, yəni ki. Niyə? Tamamında millidən çıxsın. Niyə? Ronaldo yığ verməlidir. Kəlmə söz danışacağım onda. Birbaşa müraciət edə bilərsən Ronaldo. Göndərər misin? Yox, məncə o kan burayla eləyir. Abra bir şey eləmir, qoz qoymur. Keçən həftə directinə yazmışdım. Bilmirəm, nəsə bağlı yazmışdım. Mən də səs atmışdım, bura. Hələ cavab verməyəcək. Cavab ver. Sponsor soruşurdun yoxsa? Yox, bura. Deyəsən Əl-Nəsr kupamı yandırmışdın, ağarmışdın. Hiss elədim. Bu da bir dənə epizod olmuşdu, vuranmamışdı falan. Nəsə elə bir şey söhbət olmuşdu. Orada beynim sönmüşdü. Gedim yazdım ki, oğlanlıqdan deyil də, yəni biləsən. 6 balamın canı deyirəm, bu taksidə pul yoxdur da. Özüm əslində biznesmen adamam, axşamlar mırta sürürəm. Neftçinin axırı necə olacaq bura? Axırıncı Turanla oynayırdılar deyəsən. Hə. Mən ona 2-sə X yazmışdım, gəldi. Mən də elə sən X yazmışdın, deyə ilk sıradan çıxdım oyundan. Start oyundan. Abra, zafat necə olacaq? Bilmirəm. İnşallah yaxşı olur. Bu arada Özləyirəm. Rüstəm Neftçi fanatıdır. Qapı Neftçi Azərbaycandan. fanatıdır. Yəni story share edeyim, ondan sonra davam edərik bura. Nə rahatlıq deyil, bir podkastın yarısı burada. Yəni nətər görsəndən sən? Ən qəşəng sən görürsən. Oy bля. Ən qrib Səni görürsən. Cındır zaten biz. Ya biz belə bura. Mən bir də oturduğum stola bax. Aç kim dəfə. Sən bura Mən Triç Leşniyomda. Leşniyozda. Leşniyoz. Brad, yəni indi ucuza işləyirsən deyə bu qədər yəni şey eləmək lazım deyil, Allah haqqı. Deyirəm də salaq aşağı. Dürümümüz müsait deyil. Sən keçən dəfə bir dənə mahnı qoşdum mən. Bəxt üzüyü filmində də şeylər və oradakı qadın oxuyur mahnını. Hı. Aramızda nə qaldı ki, bir keçilməz dərya var. Hə, orada sən dedin, Ayda, bu mahnı dedin çox qəşəngdir və mənə köhnə anları xatırladır da. Köhnə anları yox. Dedim ki, bu əsl köhnə Bakı mahnısıdır. Ay sağ ol. Rüstəm də köhnə Bakını xatırlatmır. Hə. İnanılmaz xatırladır. Yəni geyim, keçim, danışıq, hərəkətlər, Mineniya. nə bilim, mineniya, oğlanlıq, bir mövzuya yanaşma. Tam elə bir ki o 2000-lərin 2000 ümumiyyətlə bütün 2000-lər bizim uşağımız elə keçiblər. Hamısındakı o şeyə xatırladır. Yəni Bakı və köhnə Bakının o hər şeydə insanları, maşınları, nə bilim, insanların davranışı, hava və səninlə bunu bir dəfə danışmışdıq. Yes. Rəng var idi və elə bir ki dəyişik rəng var idi. rəng var və filtri götürdü elə bir, hə. Bir yerdən sonra o dəyişdi. O dəyişdi. Sənə axşamları var idi Bakının. Və axşam fikir ver Bakının divarlarında qəribə bir sarı rəngi olur. Yes. O sarını hələ heç kim belə deyim də tam o tutuzduran adam olmayıb da. Kimə deyirəm başa düşmür tam nə demək istəyirəm. Mən çox başa düşürəm. O divarlarda bir də Bakının bizə nə elə istəyir? Sırf günorta tərəfi. 12, 11, o günortaya yaxınlaşanda da və o vaxtlarda da istəyir. Amma şey, sırf baharda, bir də şeydə yayda. Yayda. Hansı saatlar deyirdiniz bayaq? Mən 11, 12 Bax, belə Amma bax həmin saatlarda olası Kambodiyada. oy bula. Nə? Doğrudan da oy bula. Doğrudan da oy bula. Kambodya nə olur? Əsas məsələlərdən biri və son zamanlar narahatlığa səbəb olan məsələlərdən biri. Sosial şəbəkələrdə hər hansısa faydalı və yaxud da faydalı olmayan
gülməli və yaxud da ciddi kontentlərin altında gələn mənfi və aqressiv rəylər. Niyə? Səbəb nədir? Məqsəd nədir? Niyə bunu edirlər səncə? Birincisi, belə deyim də, o rəy bildirən insanların bəlkə də bir 60-70%, yəni rəy bildirdikləri mövzudakı o insanları görmürlər. Arxadadılar. Arxada dediyim, yəni belə deyim də, telefonun arxasındadılar və çox rahatlıqla hər kəs belə deyə də yazırsa, mən də yazaram və hamının arasından məni seçib mənə gəlməzlər də. Yəni bu ümumi hamısının arasında qarışar və mən də bütün hirsim soyuyar məsələsidir. Bir də burada sual. O hamısına qədər olan var ha. O birinci rəyə yazan var, mənfi rəyə yazan. Ha. O nəyə güvənib onu deyir yaxşı? Ona güvənib ki, o çünki rəy yazmaqla bağlı bir təcrübəsi var. Başqa kontentlərdə 50-ci, 100-cü, 1000-ci adam olub və kontentə baxanda bilib ki, bu belə deyək də belə rəyin gəlməsi ehtimalı olan bir kontentdir. Yazım heç baxmayıb ki, birinciyəm, neçənciyəm falan. Arada qarışacaq. Arada onsuz da qarışacaq. O çünki bir təcrübədir. Səncə? Nə o qədər detal cavab verə bilməyəcəm. Çox detal gedim. Mən prosta yazma da. Bir şey bəyənmirsənsə yazma. Yəni Keç də yəni. Ya o öz bəyənmədiyin bir şeysə öz vaxtını sərf eləməli ona, nəsə yazmağa. Məntiqli deyil. Məntiqli. Yəni ora bir şey yazmağın belə zaten yəni adi tək bu şeydən sosial mediada deyil. Məsəl üçün bir şey eləyirlər, baxırsan ki, nəsə məhsul alır. Heç almayıb ha, prosta elə belə. Prosta adam girib şikayət etmək istəyir də. Prosta çünki bekardır, girib döşüyür ora. Belə eləmə də brat, niyə eləyirsən? O qədər bekar olmaz da yəni bir insan, yox. Yəni əslində orada məsələn sırf şikayət məsələsində haqlı-haqsız səbəblər ola bilər. Mənim də hər hansısa bir məhsulu şikayət etdiyim olub. Çünki atıram bir ödəniş eləmişəm, vaxtımı, zamanımı xərcləmişəm, onun mənə gəlib çatmasını gözləmişəm. Gəlib çatıb və baxmışam ki, okeydə bu şəkildə. O başqa söhbət. Deyəsən, bu başqa məsələ. Belə deyəndə orada sən o şeydən keçmisən. Necə deyim? Alıcı olmusan orada. O dükanla bir kontaktın olub, mağazinlə, dükanla necəsə. Bir də baxırsan adamın şeydir də, nə görürsən o? Onun o sifariş çox üzr istəyirəm. Məsələn o Temudan qazan şəkli sifariş verir. Nə söhbətdir o? Qazan şəkli sifariş verir və altında üstündə yazılıb da neçənin neçəyə bildiyin şəkildir. Bizə necə adam götürüb. Sən onu qazan bilib almısan? Mən yox, brat, yox, ümumiyyətlə. Bunu qazan Necə 3 manata götürüb, nə 12 parçalıq qazan seti vurub. 3 manata, hə. Brat, ağıl var, məntiq var da, qurban sən. Yəni kargosu belə deyil də 3 manat başa düşdün. Yəni sən niyə bunu 3 manata versin də? Orada prosta oxumayıb ki, yəni qazan dəsti şəkli olan bir əslində yəni bir A4 vərəqdir də. Başa düşdün. Şəkil gətirir. Yox, brat. Və şeydə amma paylaşanda elə paylaşılıb ki da, sanki biz qazan dəsti sifariş verdik, şəkili çıxdı. Yəni girirsən ona baxsan ki, bildiyin neçənin neçə. Adamlar yəni yazıblar. Amma məsələn şəkil aldadıcıdır. Şəkil inanılmaz aldadıcı. Yəni qazan dəstini reklamına vəziyyətdə əslində naborot əksinədir məsələn, yaxşı ki yazırlar ki, yəni bəri başdan bildirirlər ki, millət aldanmayın da belə bir vəziyyət. Nə aldatmırlar? Aldatmaq deyil. Onu satan adam yazıb ki, bu şəkildir. Qeyd olunubdur. Qeyd olunub. Deyəndə santıma qoyulub. Sadəcə oxuma tənbəlliyi var. Ya o kampaniya postları olur belə bomba kimi hər şey zırt pırt filan endirim, axırda belə yox, elə deyil. Xırda yazır altındakı şey. Ancaq bu tarixi qeyd edir. No, qətiyyən. Adamlar description-da yazıblar yəni. Yəni budur məhsul. Ya o yadıma düşdü bayaq. Ona görə. Ha, bildim. Yox, mənim dediyim şey bir şey deyil. O məsələn hə, məhsulla bağlı düz deyirsən. Əslində bir yerdə müsbət bir şeydir bu yazmaqları ki, istifadə eləməyin bundan, almışam, xarab çıxıb, itəqəli tam podobno. Normalda nəyəsə bir reaksiya bildirməyə mənə çatmır bir adamın. Niyə də? Yox, reaksiya bildirmək normaldır. Amma yaxşı bir reaksiya bildir, brat. Pis reaksiyanı söyməyi, aqressiyanın üzərinə tökmək. Bu başqa bir leveldir. Başa düşdün? Yəni söhbətini eləmərəm üçün onu. Şeydir də, yəni gün ərzində atıram ya həqiqətən səhər açılandan axşama qədər bu adamın leksikonu tamamilə söyüşdü. Elə deyil. Yası var. Ya elədir, ya da gün ərzində o qədər səsini çıxarda bilmədiyi insanlar var.
Yes. Hə, Çünki səsini çıxarda bilmədi. Yəni müdiri olsun, özündən böyük qardaşı olsun, nə bilim, başqası olsun falan olsun. Bir dənə orada onun şəxsi alanı. Yetərsiz öz və adından əski danışa adamlardır. bilər. Təbii ki, yetərsiz və əksik. Özgüvən problemi olan adamlar, çox üzrəm. Özgüvən problemi olan adamlar həyatda özünü və özünə yer tapa bilməyən adamlardır. Yəni nə olar? Hə girdin, yazdın ki, tutaq ki da sizin belə. Okey, hə. Gətirib qoyarlar səni onunla üzbəüz. Başqa söhbət olar da. Gəlsən çək. Elə də anla. Maraqlı söhbət olar da, anlamadım. Çox maraqlı söhbət olar. Başa düşdün, yəni biləsən. Qəşəng söhbət. Elə bir dənə Adamın video var idi. tübüründən qalır. Elə bir dənə video var idi. Baxır şeyə deyir, bu nə kinodur? Elvin baxır da deyirsən. Elvin İbrahim. Elvin İbrahim. Baxır deyir, bu nə kinodur? Deyir, çəkə bilmirsiniz falan, çəkməyin. Girirlər otağına. Gəl sən çək. Gəl sən çək. Ssenari zadı belə, bu da qalır belə. Ya bildim onu eləmək lazımdır. Ya bu sənin dediyin şey əslində, məsələn söyüş falan yazırlar. Elə şey okey, məsələn o vəbşə də qəbul olunmaz bir şeydir. Amma adi mənfi bir şey yazmaq da mənə çatmır, onu demək istəyirəm. Brat, yəni bir insan niyə mənfi bir şey yazsın? Bəyənmədin, keç. Yəni tək baxmaqdan deyil, bu adi məsəl üçün belə bir şeydir. Girirsən mağazinə, elə bil, paltara baxırsan, almırsan ha, prosta baxırsan. Prosta yanında da 1000 dənə dükan var. Tutursan satıcını və yaxud menecer və yaxud tikəni kimdirsə paltarı tikəni. Deyirsən ki, bu yaxşı deyil ha. Almırsansa nizayoboy da belə. Yox, məsələ budur ki, bunu bax, bu realda bunu deyə bilmirlər, brat. Demirlər. Amma məsələn sən görmüsən bir dükana girib demək ki, bu məntiqsizdir. Bəyənmərsən, deyirsən hə bəyənmədim, padruşkava, dostova kimsə çıxarsan. Orada meneceri çağırmarsan ki, menecer bax, burada qəşəng bir şey yoxdur ha. Belə bir şey deyirsən. Menecer dedi, dur bas bayıra belə. Nə elə de məsələlər. Yox, elədir, amma eyni məhsulu kulturunu paslas eləyəcək də. Eyni məhsulu Instagramda paylaşsınlar və girib altına yazacaq ki, bu nə gündür. Ya o biraz səncə insanın öz şeydir. Yəni protokolda vaxtın var, yəni sən durub orada nəsə yazmağa. Bəyənmədin, keç getsin. Ya uzaldır səni. Yorma da. Yorma da məni. Niyə yorursan? Sən nə vaxtsa yazdığın olub bura. Mən elə bir şey yazanda, belə deyim də, onu sən dediyin kateqoriyaya sala bilərsən ya da sala bilmərsən, amma belə məzə ilə yazmışam. Yəni məzəri bildiyindən yazmışam. Orada ilk dəfə başa düşüləcək bir tərzdə deyil. Çünki mən çox belə nadir hallarda belə deyim də əsəbləşən adamam. Mən əsəbləşəndə çox pis əsəbləşirəm, o heç. Amma yəni məsələn bir şey sosial mediada hansısa bir şeyə görə heç vaxt elə əsəbləşmərəm. Yazmışamsa da yəni məsxərə ilə bağlı, məsxərəyə salmışam o şeyi. Ki bu dəxilsiz bir şeydir zaten. Yenə görüb keçməmişəm o birisilər kimi. Amma məsələn söyüş yazmamışam. Yəni əslində tam olaraq direkt mənfi bir şey yazmamışam, sadəcə məsxərə yazmışam. Amma hə, yəni keçməlidirsə təbii ki, keçirsən də. Yəni yox, izlənmirsən hətta. Yəni mən yazmamağı qoy qırağa, o girmişəm ki, mən bunu 10 il qabaqki beynimdən izləyirmişəm bu səhifəni də. Hə, bu çıxmaq vaxtıdır. Yəni mən o adam deyiləm. Və ya blok atmaq və ya da nə etmək falan ola bilər də indi. Əxlaq və məsələ budur, rəqabətin yox. Ümumiyyətlə əxlaq deyilən bir şey var da. Və bir insanınmı, markanınmı, yəni sosial mediada markanın hesabı əslində bir personadır da, yəni bir şeydir, tone of voice-u var falan var. Linçi çox sevir insanlar. Etməyi yox ha. Otursun öz yerində, qaranlıq otağında, kimisə linç eləsinlər 100 nəfər bir adam. Və bu da baxsın. Və bu da baxsın, sadəcə ondan inanılmaz dərəcədə həzz alacaq. Və bu çox qəribə bir şeydir. Yəni niyə? Bir insan niyə kiminsə linç olunmağından, kiminsə pis vəziyyətə düşüb. Tamam da, tutaq ki, mən hansısa bir məsələ düşünəndə həmişə sona gəlirəm də, nə əldə eləyəcəksən. Bitdi də o adam orada. Tutaq ki, şey var ya, o deyir, ən günahsız kimdirsə daşı birinci o atsın. Tutaq ki, hamı atdı. Amma onu atdı da daşı. Atdılar, məhv elədilər. Nə oldu? Çox qəribə bir psixologiyadır o. Yəni hirs mi çıxardır, şey mi çıxardır, başqa əslində hirs çıxartmaq deyil. Mənə elə o biraz bir şeydir. Yəni mən də varam. Mən də buradayam. Mən də bir söz haqqına sahibəm. Söz haqqına sahibəm. Hə, məsələn 10 gündə 5 dənə sözümü deyə bilmirəmsə 6-cını deyirəm. Musiqi yaradıcılığı necə gedir bə? Hal-hazırda pis. Səbəb yaxşı getmir. Çünki vaxt ayıra bilmirəm. Amma biz sənə, yəni səni tanıdığımız üçün, sən və qardaşın da buradaq da bir yerdə başlamışsınız, davam edirdiniz. Səni tanıdığımız üçün yox, həqiqətən yəni başqa bir səviyyə olduğu üçün qulaq asırdıq və davam etməyini çox istəyirik. Edəcəm 100%. Əlimizdən gələn nə varsa, əslində orada əlimizdən gələn zaten eləmişik. Gitaran birini götürsən də çal deyil də, yəni. Yox, elə bir dəstək falan. Dizayn baxımından yetərincə həddindən artıq dəstək. Estağfurullah. Ondan prat. Sağ olun.
Amma yox, hal-hazırda biraz şeylə bağlıdır. Həm vaxtla bağlı, işlə bağlı. Amma уже yavaş-yavaş görürəm yerinə oturur. Onunla bağlı bir ara verməli olduq. Bir hardasa bir 6-7 ay. Əslində tam pikdə ara verdik. Yəni hər şey partlayırdı, hər şey yaxşı idi. Yəni əslində bu sual mənə olmamalıdır, müəllim olmalıdır. Yəni qrupun demək olar 90% odur da hər şey. Yəni adam bildiyin frontmendir. Həm solo gitarist, həm vokal. Həm yəni bütün mahnılar demək olar ona aiddir. Məsəl üçün albomun 1-2 dənə mahnısı mənə aid olur aslında. Belə, hal-hazırda biraz fasilədir. Amma yaxşı şeylər olacaq. Sənin üçün musiqi ilə bağlı yaradıcılığında çatmaq istədiyin səviyyə və ya çatmaq istədiyin bir yer varmı elə bir şey? Ya da elə bir şey düşünmüsənmi? Yoxsa sadəcə eləyim, nə gələrdir? Çatmaq istədiyim səviyyə deməyək, belə deyim də müəllim, yəni o bir şey deyil. Söhbət yəni okey, işdən gedirsə, o bir prosesdir. Bir ora qalxa gedirsən də bir statusuna. Amma sənət elə bir şeydir ki, o yəni texniki biliyə baxan bir şey deyil. O ya insanda olur, ya da olmur. Üçün nə edirəm? Məsəl üçün, okey, mənim ilk yazdığım albomun texniki çox problemi var. Amma o, məsəl üçün, mənim üçün çox böyük anlam var o albomun. Həm sözündə, həm musiqisində, həm üçün də Rasim üçün. Yəni, o sənətdir. Üçün onu sən texniki, atıram, svotkası pis alınıb, solonu səhv getmirsən, o yəni, ona dəxli yoxdur onun. O yəni, öz sənət olaraq dəyərini qorub saxlaya bilir. Yəni, çatacağı hər hansı bir nöqtənin, fiziki olaraq çatacağı bir nöqtənin sənin üçün elə də bir əhəmiyyəti yoxdur. Yox, əhəmiyyəti yoxdur, amma sırf sənət olaraq şey deyirsənsə, bir nöqtəyə varmaq deyirsənsə, axırıncı, məsəl üçün, mahnı mənim üçün tam oldu. Rasim yazdı, o getmə mənim üçün yəni pik idi. Tam o nöqtəsində idi. Yəni, onda dedim ki, vsövr, bu özüdür. Biz o mahnıdan sonra getməyin dedik. 7 aydır, gediblər. O mənim səhvimdir, brat. Təmiz mənim səhvimdir, yəni. Mahnının dayanmağı, qrupun hərəkət pauza olmağı da işlə bağlıdır. Dijital olan sevgisi dəyişədir, brat. Yəni, marketoloq, mən ölürəm də marketing üçün. Hər şey atıram qurağa. Başıma gələn maraqlı hal nə olub? Məsələn, şey olaraq yox, məsəl üçün, bir insan məndən bunu necə soruşa bilər, yox. Marketinglə bağlı. Marketinglə bağlı belə absurd bir şeydir, yəni maraqlı. Absurd bir şey bilsən nə olub, brat? Universitetə girəndə balım çıxdı. 15 dəqiqəmi çəkdi mənim kodlaşdırma. Baxdım, deyirəm qardaş, bu baldır, bu da şeydir. Hara düşə bilərəm də, başa düşünürəm. Zaten fikrim iqtisadaydı. 3-4 dənə yer var idi. Baxdım, biraz araşdırdım ki, hansı asandır. Mən 4 il hansını yola verə bilərəm. Məsələn, maliyyə gördüm mənlik deyil. Buhalteriya vəbşə mənlik deyil. Bu yoracaq da mən, başa düşünürəm. Marketing gördüm, dedim mən bunu yola verərəm. 4 ili mən bilyard pulda yola verdim. 80 ortalama ilə bitirdim amma necəsə bilmirəm necə. Və bu arada mən eyni universiteti düzdür, ayrı şey olsa da 72 ilə bitirmişdim ortalama. Amma 600 balla qəbul olub, bir magistra da sahibdim, hə? Sən də magistra da var. Yes. Hə, belə. İndi də bu işinə məşğul. Hə, marketinq orada. Marketinq oradan. Oradan qəbul oldum, oxudum, bir iş falan. Başım qatıram da belə. Sonra hamısı. Bəs maraqlı budur. Maradona? Necati Ataş'ın bir dənə şey var. Kimlə oynamaq istəyir? Maradona. Budur maraqlı hissəsi yoxsa? Yox da yəni işinlə bağlı. İşinlə bağlı maraqlı heç nə yoxdur. Məsələn, mən işdə heç nə çəkmir. Yəni çistə həyatda qalmaq üçün işləyirəm mən. Məsələn, mən musiqidən bir pul əldə eləsəm, mən kommersant deyiləm də, heç vaxt kommersiya eləmirəm sənəti. Amma belli bir gəlir əldə eləsəm, elədim işdən. Okey, yəni deyərəm hə. Məşğul olmaram marketinqlə, amma oradan da Azərbaycanda blues, yəni dediyim gibi blues da yox, biraz bizim spesifik tərzi var. O tərzi necə satarsan, o bir nisyə söhbətdir. Vulgar blues idi də. Yes, biraz vulgar bluesdur bizdə. Onu necə eləyərsən, o biraz nisyə söhbət olduğuna görə məcbur. Amma əslində çox da şey var idi, yəni belə elə inanılmaz reaksiyalar və tələblər var idi, çağırılırdınız falan. Bu deməkdir ki, yəni təkliflər də alırdınız və bu deməkdir ki, fasilə də versəz, yəni qayıtsaz belə nəsə bir şey var da. Yox, əlbəttə qayıdacam polibon çünki mən zaten ona görə qazanıram ki, elə onu davam etdirim. Fikrim odur. Uğurlar. Sağ ol, bura, çox sağ ol. Sənə də. Sağ ol. Sizə də. Çox şey oldu bugünkü musiqili qalar. Yes. Hə, bura. Nədən danışırdıq uşaqlar, rahatsız. Necip Uysal. Necip Uysal. Onun yerində olsam o qədər qalardın. Beşiktaşda. Конечно, ne danışırsan. Yəni Zamen falan. Конечно. Qapıdan başqa hər yerdə oynamısan. Baleşik də olar. Belə deyim sən. Bəs göndərilmək səncə rəftar olaraq deyirəm. Nə dərəcədə doğru idi? Səhv idi. Baleşik kimi səhv idi. İndi idarə heyəti bilmirəm orada nə qərar alıb poligon. Amma baleşik kimi baxıram, səhv idi, konkret səhv idi. Çünki o adam
klubun xarakteri də belə deyim. Brat, mənim məsəl üçün 2004-2005-dən mən baxıram da futbola. 2004-2005-dən mənim baxdığım hələ də oynayan tək adam Necip Uysaldır. Yəni sən tək Beşiktaş demirəm, dünya futbolu. Hamı qutarıb qayrasında adam hər oynayır. Yəni napadaşçı qoyursan oynayır, qapıçı qoyursan oynayır, hər şey oynayır da belə adam. Yəni bildiyin xarakterdir bu adamı sən necə şey edə bilərsən? Sizcə də Rafa Silva deyil. Yox, ağır olur. Değil, şeydir. O onun ilk Просто бесхребетный, да, понимаешь, bля, yəni o deyil də. Düz hərəkət eləmədi. Amma deyə bilmərəm. Brat, məncə desələr ona yaxşıdır Allah. Söz elə tonla dedi ki, Rafa Silva belədir. çox bespantov hərəkət. Hə, çox nisiraz hərəkət elədi. Bu arada Beşiktaş onun ilk xarici klubudur. Daha doğrusu ümumiyyətlə Benfica'dan kənar ilk klubudur da. Və xarakter olaraq əslində çox da xarakter deyil. Yəni belə oturum bir klubda onu qoruyum, eləyim, oynamağa oynayırdı zaten. Həm Murat, amma məsələn mən onu şeyə oxşatdım biraz. Ürəyi sıxıldı getdi. Şey var idi Fənərdə, Ortega. Adam yəni çox talantlı idi. Maradonadan sonra deyil. Yes. Şey kimi varisi kimi görürdülər. Varisi görürdülər ha. Murat gəldi məsəl üçün Fənərə, yəni partladırdı da, elə Fənərdə də köhnə oyunçuları şey eləyir, danışıb eləyirlər onun haqqında. Məşqdən necə idi. Yes. Adam trenirovkada da partladırdı, oyunda da prosta ürəyi sıxıldı və getdi. Prosta ürəyi sıxıldı işə. Bəzi insanlar səbəb lazım deyil. Rafa Silva ürəyi sıxılma məsələsi deyil, pul məsələsidir yəni. Adam pula görə oynayırdı. Yəni demək sən Benfica daha artıq verir ona indi. Yox, daha artıq verir, yox. Bax, mənə görə məncə də tanıdığım klublar arasında deyirəm də, iki klubda olan oyunçular pula görə olmamalıdır. Sırf xarakter məsələsidir. Biri Beşiktaşdır, biri də Qarabağdır. Tamam. Yəni bu iki komandaya pula görə gələnlər bir müddət ulduzları parlayır və bir müddət sonra ya çox pis bir şəkildə gedirlər, ya komanda özü uzaqlaşdırır. Tamam. Məsələn, sən Real Madriddə gəlib pula görə oynayarsan, çünki pula görə oynayarsan, Real Madriddə necə oynasan da sən təpi vurulacaq. Vaxt gəlir və vurulur. Çünki Realdan artıq baxılmır heç bir oyunçuya. Yes, amma məsələn heç bir oyunçu, yəni o klubun ikonu sayılmır yəni kimi. Deyə bilərsən sən ikon. Alfredo Di Stefano, Raul, hamısı bir yerdən sonra gedir. Mən Raulu deyərdim. Deyə bilmərsən də. Məsələn, Real Madrid deyəndə mənim ağlıma ilk Raul gəlir. Yes, mənim də ağlıma gəlir. Ağla gələn ayrıdır, amma adamı ikon olmağa qoymadılar. Komanda özü belə qoymur onu. Yəni bizdən artıq deyil heç bir oyunçu. O komandanın əslində çox böyük klub olmasının göstəricisidir. Bəlkə də onu qoruyub saxlamaq istəməyidir. O da olar. Okay. Yəni bu çox normal bir şeydir. Amma heç kim bilmir. Napolinin ikonu Maradonadır. Napoli ümumiyyətlə futbolun ikonu Maradona. Nə danışırsan? Razıydım. Nəysə. Okay, sənin fikrindir. Napolinin 2 dəfə davada İtaliya çempionu elədi. Napolinin 80-cı il Napolinin sən say. Yəni 80-cı il Serie A, yəni indiki Premier Liqanın. Yəni şeydə Milanda 3 Hollandiyalı, şeydə Interdə Michel Platini falan, Juventusda. Interdə 3 dənə Germaniya zbornusunun oyunçusu, kimi Brehme Interdə idi. Lothar Matthäus Interdə idi. Klinsmann bir ara Interə getdi. Yəni baxırsan ki, hamının prime dönəmdə biri çıxır Argentinadan, yəni hansısa klubu partladır. Yəni real başqa bir şeydir. Və sizcə bu il Chelsea kim götürəcək? Kimlər qalıb? O qədər baxmıram yəni. Qarabağa baxırdım. Neftçi Balişkova. Baxdım Qarabağa. Yəni təxmini çox vəzifəli. Bilirəm. Bu il belə deyim də sənə. Çempionlar Liqasının həmişə bir sezonu olur. O sezonda çox qəribə bir şəkildə kimin götürəcəyini tam da bilmirsən. Çünki qalxma düşmə oldu və elə sezonlarda həmişə Real götürür. Real ha. Hə, məncə bu il Real götürəcək yenə. Real'da biraz belə şey oynadı, amma məsəl üçün axırıncı oyunda Valverde şov doğrudan da. Amma brat, yəni bunu çox rahatlıqla deyirəm. Gedin evi satın qoyun o dərəcədə. İşıq pulu, qaz pulu. Bu arada xarici bet saytlarında falan, məşq saytlarında əvvəlcədən çempionu müəyyən mərcə oynaya bilirsən də. Bu il Bayern München götürəcək. Kompani. Çox rahatlıqla və çox rahatlıqla götürəcək və final oyununda əvvəl düşünürdüm ki, City ilə final oynayarlar.
İndi düşünürəm ki, ola bilsin ki, Ya PSG? ya Barsa, ya PSG ola bilər. Real Madridin finala gələ biləcəyini düşünmürəm açıq. Kimlə finala gəlirsə gəlsin, Bayern München çox böyük hesablı bir qələbə ilə kuboku götürəcək və bu əslində bir növ Harry Kane'in artıq o kuboku götür. O adam yazıq da. Allah ki bədbəxt. Çox yazıq. Qəşəng napadayışdır, bura, çox qəşəng napadayışdır. Amma məsəl üçün şey deyil. Mənə görə Angliyanın son dövrlərdəki İngiltərənin ən böyük napadayışı, ən yaxşı oynayan napadayışı mənə görə Jamie Vardy idi. Çox başqaları. O çox underrated çaldı o. İndi İtaliya liqasında oynayır. Adam çox qəribə, bilmirəm Murat. Oynayır ümumiyyətlə indi. Verona da oynayır, ya harda oynayır? İtaliya liqasında oynayır. Jamie Vardy. Adam çox qəribə tipdən napadayışdır. Ona şey deyirlər, Lisu Varot deyirlər. Yəni ştrafını yaxın, ştrafını çevrəsində adam hər şeydir də. Başa düşün nə edirəm. Bax, udar var, kəlləlik var, sırtı kaleye dönük deyirlər. Bax, elə oynayır. Yəni, любой pozisiyaya girir də. Yəni, çox ical bitiricidir doğrudan da. Dəyəri bilinmədi prosto oyuncu. Ümumiyyətlə 2016 Leicester. Yes. Qəribə. Hal-hazırda İtaliya liqasında ən potensiallı komandalardan biri Como. Como? Fabregas da orada. Hə. Öz qovdular onu. Yox. Fabregas. Hə, əri. Və inanılmaz işlər görürlər. Bu sezon heç, gələn sezon bilmirəm, amma bir sonraki sezon İtaliya A seriyasını götürə bilərlər. O dərəcə. O dərəcə. Çox belə saplaya gəlirlər. Hal-hazırda onlar üçün 2 də ən güclü rəqib var. Biri Interdir, biri də hardasa Napoli. Amma 1-2 sezon əgər belə davam edəsələr və üstünə qoysalar, çox rahatlıqla uda bilərlər. Sonra dicillə cəmaatı şey təbliğ edir. Yox, təbii ki, buradakı heç bir verilən proqnoz və verilən rəylər sizin nəsə gedib yazmalı olduğunuz anlamına gəlmir, yəni. Prosta atırıq. Öz fikirlərimizi deyil. Öz fikirlərimizdir, zor edirik. Bəs Biləş? Biləş ümumiyyətlə mənim uşaqlıqdan bəri pərəstişkarlıq etmədiyim bir komandada, onu öyrətsinə deyəmirəm. Çox qəşəng. 2 dənə Biləş var da bilirsiniz. Yunan Biləş. Bir də sərbəst Biləş. Komandaya heç girmədi. Amma brat, ümid edirəm və inanıram ki, bir gün yaşıl meydanların fırtınası Xəzərlənkəran qayıdacaq və Azərbaycan futbolu yenidən həyəcan verici olacaq, maraqlı olacaq. Şey düşünəsən, bir sezon düşün. Çempionlar Liqasının o liqa sistemində Qarabağda var, Xəzərlənkəran. Of, ay bilin. Düşünə bilsən. Bilin. Neftçini demədiyim üçün üzr istəyirəm. Çünki Neftçidə hələ də o potensialı görmürəm. Brat, mən sənə deyim, Xəzərlənkəran bu gün qayıtsın. Ölkənin flagmanıdır. Sonra sənə potensialı görməyində. Okey. Flagman. Okey. Tamam, brat. Ona sağırsan, qulaq asmalı. Brat, gözətcəm o şeyi. Brat, deyəmişsiniz, qulaq asmalı söhbət var, qulaq asmamalı söhbət var. İşte o. Eşlənmirsən. Brat, flagman. Zarafat edirəm. Flagman. Mənim otağımda sənin nə plakat var? Başa düşürəm, bilirəm. Qızıl oyunun plakatı, Xəzərlə Neftçinin. Okey. Fariz Yusufov da suca idi, ortada dayanıb. Belə iki plakatı asmışam divarda. Brat, Allah sənə can sağlığı versin. Bir şey demirəm. Düzələmirsən, brat. Ne deyirəm ki, zarafat elədik. Xətib eləyir. Bir dəfə də Neftçiyə görə komment yeyək. Flagman. Amma brat, deyim ki, məsəl üçün Xəzər bugünkü gün qayıtsa və həmin kadro ilə qayıtsa, kadro dediyim başda olanlar. Amma çox maraqlı olar da, Liga. Çox maraqlı olar və artıq 3-cü ildən sonra çox rahatlıqla CL-in qrup mərhələlərində falan görə bilərik. Liga mərhələsində. 3 ilə çətin olar. Yox, heç çətin olmaz. Olsa nə yaxşı. İndi üçün brat, ümumiyyətlə çətin olmaz. Açığın İmrat, bu dəqiqə ölkədən lüboy bir komandandır. Bu fərq eləmir, Zirədir, fərq eləmir, Keşlədir, Keşlə var indi yoxsa yox. Keşlə Şamaxı oldu. Şamaxı oldu, hə. Əvvəl Inter Bakı idi, hə. Keşlədir, Şamaxıdır, bilmirəm, Sumqayıtdır, absolut nə fərq eləmir. Lüboy bir komanda bir nailiyyəti ölkə futboluna plusdur, yəni. Bu dəqiqə absolut nə fərq eləmir, rəng. Prosta ölkə, şəhər. Ancaq CL-ə çıxanda maraqlı olurdu. Məsələn, mənə ləzzət eləməyən şeydir. Nə gülürsün başqa? Keşke Şamaxılı deyil bizim. Məsələn bizə nədir bura? Yəni komanda məsələn atıram da Qarabağ, Neftçi, Zirə, nə bilim Sabah hamısı sıfırdan qurulmuş komandadır və Şamaxı isə yəni bir klubun adı dəyişdi. Yəni bir klubun adı dəyişmədi. Bir klubun 3-cü dəfə adı dəyişdi. Hə, 3-cü dəfə adı dəyişdi və 3-cü adı Şamaxı oldu. Əvvəl Inter Bakı idi. Orada 3 ildə oynamışam. 3 ildə oynayıb Inter Bakıda. Keşlərdə də Şamaxıya
bilmədim. Yaxındır da onu nə bilim. Boşdaydı götürdülər. Allah haqqı. Elə bir şey maşın üstünə Elə bil Montin keşlər Şamaxıda elə fikir. vinili dəyişirsən il boyu, amma maşın bilirsən ki, çoxdur da. Çox təxsis. Hə, Şamaxı yolunda deyil. Qalan var. Bəlkə olmaz. Oturup burada bize kız gösterdi. O bir sokuşuyoruz. Zordur ola. Nə istəyirsən? Mən də görürüm, qəşəng qız idi. Bəlkə biraz burada olasan. Bura qədərdən sonra kəs. Bura qədər də bitsin. Yaxşı mahnınız ad ver oradan yerlə getsin.